Murad bəy, mən dünən bir görüşdəydim. Sizdən yaxşı olmasın, bir bəylə görüşdəydim. İnşallah gələn aylarda o da bizim verilişimizdə olacaq. Mən ona bildirdim ki, mən bir Azərbaycanda dünyaya gəldiyim üçün mən Azərbaycan üçün nəsə etmək istəyirəm. Mən bu ölkənin boş yerə vətəndaşı olmamışam. Mən başa düşürəm ki, mənim bura üçün edə biləcəyim nələrsə var. Missiyam var, bəli. Və mən düşünürəm ki, başqa bir tərəflər düşünürdüm. O mənə dedi ki, Aytan xanım, mən sizə bir söz deyim. Dedim, buyurun. Biz ilk dəfə idi onunla görüşürdük. Bizim kanalı izləyir, tanıyır bizi neçə ildir. Siz və sizin qonaqlarınız inanın ki, Azərbaycan adına çox iş görmüsünüz dedi. Siz sanki bir evin qaranlıq otaqlarına işıq saçmısınız dedi. Yəni qonaqlarınız sayəsində. Həqiqətən bundan qabaq olan bütün videolarımızda Murad bəy şərhləri oxusaq biz ancaq dua alırıq. Bəli. Sizə və digər qonaqlarımız sayəsində. Ona görə həqiqətən siz düz deyirsiniz. Çünki bizim cəmiyyətimiz qalxdıqda bizim hamımızın enerjisi qalxacaq və biz indi birdəyik, biz olacağıq 10-da. 10-dayıqsa 100-də, 100-də isə 1000-də. Yəni biz özümüzü inkişaf elətdirə, biz və bizdən sonrakılara, əlbəttə, sonrakıları da inkişafını daha tez necə deyim, təmin etmiş oluruq. Belə bir nüans var, bunu da deyim, bitirək. Demək, Çinlilərin bir atasözü var. Əgər sən bir günlük xoşbəxt olmaq istəyirsənsə, get yat. Dur, enerjik olasan. Deyirsən, bir aylıq xoşbəxt olmaq istəyirsənsə, get məhsul ək, düyə ək, nəsə elə. Deyirsən, ömürlük xoşbəxt olmaq istəyirsənsə, böyük-böyük ağaclar ək. Niyə? Bunun indi deyək bir fidan əksək pis torpağa, filizlənir də, kök atır, böyüyür. Bir deyək palıd ağacının, şam ağacının, böyük ağaclar 50 ilə tam böyüyür, kölgə salır. İndi atdığımız bu toxumlar gələcəkdə bizə o kölgə salıb meyvə verəcəklər. Yəni onu demək istəyirəm ki, biz bir gəmidəyik. Əgər bu gəmi batsa mən də batacam və mənim yaxınlarım da batacaq. Bu gəmi qalxsa biz də qalxacağıq. Ona görə hərəmiz bir tərəfdən kömək olmalıyıq. Bacardığımız qədərindən.